ki, biz təsadüfi şəkildə divarda, buludlarda, kölgədə insan üzü və ya hansısa tanış fiqurlar görürük. Halbuki real olaraq orada elə bir obraz yoxdur. Bu hal pareidolia adlanır və insan beyninin qavrayış xüsusiyyətləri ilə bağlıdır. Beynimiz ətraf mühitdə mənalı formaları, xüsusilə də insan üzünü tanımağa çox həssas şəkildə işləyir. Çünki üzləri tez tanımaq insan üçün həmişə vacib olub. Buna görə də beyin çox kiçik oxşarlıqları belə tam şəkil kimi qəbul edib tamamlayır. Yəni biz bəzən gördüyümüz şeyi olduğu kimi yox, beynimizin onu necə şərh etdiyinə görə qəbul edirik. Məhz buna görə də prizdə üz görmək, buludda insan fiquru seçmək və ya kölgələrdə hansısa obrazı fərq etmək kimi hallar yaranır. Əslində isə bu, beynin ətraf mühiti daha tez və effektiv anlamağa çalışmasının nəticəsidir.